Korinflərə 1-ci məktub. 2-ci fəsil. Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan eləmək üçün sizə gələndə, yüksək natiqlik və müdrikliklə gəlmədim. Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş şəxsdən başqa heç bir şey bilməməyi qərar aldım. Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim. Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, ruhun qüdrətini göstərməsindən asılı idi. Belə ki, imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın. Allahın müdrikliyi. Yetkin insanlar arasında isə biz müdrikliyi öyrədirik. Amma bu müdriklik, nə indiki dövrün, nə də bu dövrün fani hökümdarlarının müdrikliyi deyil. Biz Allahdan gələn sirli müdrikliyi öyrədirik. Allah bu müdrikliyi bizim izzətimiz üçün zaman başlamazdan əvvəl müəyyən elədi və gizli saxladı. Bu dövrün hökümdarlarından heç biri onu anlamadı. Çünki anlasaydılar, izzətli Rəbbi çarmıxa çəkməzdilər. Amma necə ki yazılmışdı, Allahın onu sevənlər üçün hazırladıqlarını nə göz görüb, nə qulaq eşidib, nə də insan ürəyi dərk edib. Bizə isə Allah bunları öz ruhu ilə açdı. Çünki ruh hər bir şeyi, Allahın dərin düşüncələrini belə araşdırır. Axı insanın düşüncələrini, insanın daxilində olan ruhdan savayı kim bilər? Eləcə də Allahın düşüncələrini onun ruhundan savayı heç kim bilməz. Allahın bizə verdiyi ənamları dərk eləyə bilməyimiz üçün biz bu dünyanın ruhunu yox, Allahdan olan ruhu qəbul elədik. Bunları insani müdrikliyin öyrətdiyi deyil, ruhun öyrətdiyi sözlərlə bildiririk. Ruhani anlayışları ruhani sözlərlə ifadə edirik. Təbiətcə yaşayan adam Allahın ruhuna aid olan şeyləri qəbul eləmir. Çünki bunları ağılsızlıq sayır, bunları başa düşə bilmir. Çünki bunlar ruhani nöqteyi nəzərdən araşdırılır. Ruhani adamsa hər şeyi araşdıra bilər. Fəqət onun daxilini heç kim araşdıra bilməz. Axı, Rəbbin ağlını kim dərk elədi? Ona kim məsləhətçi oldu? Amma biz Məsihin ağlına malikik.